Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Bugün mən sizə HPV haqqında məlumat vermək istəyirəm. HPV Human Papilloma Virus, insan papilloma virusudur və o adından göründüyü kimi ancaq insanlarda olur və insanlardan insanlara yoluxur. Yoluxma yolu necədir? Əsasən cinsi yolla yoluxur və çox nadir hallarda 5% hallarda ümumi tualetdən və yaxud da ki, ümumi dəsmaldan istifadə edərkən yoluxma mümkündür. Əlamətləri nədir? Əsasən genital nahiyədə, lakin başqa yerlərdə də ola bilər. Müxtəlif ziyillər hiss eləyirlər qadınlar. Dəri törəməsi kimi əlavə üstü hamar olmayan ziyillər hiss eləyirlər. Bunlar qıcıqlanma verir, qaşınma verir, yanğı hissi kimi də qəbul eləyə bilərlər. Papillomaviruslar həm dərinin üzərində, həm də silikli qişalarda yer tuta bilərlər. Qadınlar özlərində əlavə törəmələr hiss etdikdə mütləq həkimə müraciət etməlidirlər. O ən rahat yolla destruksiya edilərək aradan götürülür. Lakin bundan başqa uşaqlıq boynunda da HPV ola bilər ki, bunu qadın hiss eləmir, ancaq ginekoloji müayinələr zamanı təyin oluna bilir. Əziz qadınlar, əgər siz 3 ildən bir HPV virusu versəniz, sizdə onun olub-olmadığını həkimlər təyin eləyəcəklər. Bundan başqa, uşaqlıq boynunda olan müxtəlif xəstəlikləri xüsusi pap smear vasitəsilə də təyin etmək olar. Əgər bu da şübhə yaradarsa, bu zaman kolposkopiya oluna bilər. Qadınlar bəzən çox qorxurlar. Doktor, bu xərçəng önü xəstəlikdir, mən mütləq xərçəng olacağam. Xeyr, mütləq xərçəng olmayacaqsınız. Bu bədəndə qala bilər illərlə və siz onu hiss etməyə bilərsiniz və bəzən öz-özünə keçə də bilir. Uşaqlıq boynunda olanları isə həkimlər xüsusi maddələrlə destruksiya edirlər. Bu turşu da ola bilər, bu yüksək temperatur da ola bilər. Donma yolu ilə, lazer yolu ilə də onu sağaltmaq mümkündür. Papillomavirusun qabağını xüsusi aşılar və yaxud da ki, peyvəndlər vasitəsilə almaq olar. Bir çox ölkələrdə 12 yaşa qədər qızları peyvənd eləyirlər ki, cinsi həyat başlamamışdan qabaq onlar bu xəstəliyə yoluxmasınlar. Bu, gələcəkdə uşaqlıq boynunun xərçəngini qabağı almaq üçün istifadə oluna bilər. Yenə də həkimlərinizlə məsləhətləşin və dəqiqləşdirin. Əziz qadınlar, əsas odur ki, siz vahiməyə düşməsiniz, dəhşətlənməyəsiniz, həkimlərinizə inanasınız, gələsiniz və sizdəki olan problem aradan götürülsün. Diqqətinizə görə çox sağ olun.